Güney Azərbaycan təşkilatları və partiyalarının bəyanatı. İran Kürdistanı siyasi qüvvələrinin koalisiyasının mesajı haqqında. İranda zülm altında olan millətlərə, Kürd millətinə və bütün demokratiya tərəfdarlarına müraciət. Biz, Güney Azərbaycanın siyasi partiyaları, bildiririk ki, keçmişdə olduğu kimi, bu gün də İranda zülm altında olan bütün millət və xalqların istibdada və faşizmə qarşı mübarizədə əməkdaşlıq və birgə fəaliyyətinə qəti şəkildə inanırıq. Bu çərçivədə, Türk milləti ilə Kürd milləti arasında sağlam münasibətlərin qurulmasına məsuliyyətlə yanaşır və bunu alqışlayırıq. Pəhləvi rejimi və İslam Respublikası hökumətlərinin milli və coğrafi tərkibi dəyişdirərək daim ixtilaf yaratmaq və azadlıq mübarizələrinin birliyinə mane olmaq siyasəti apardığını nəzərə alaraq, dialoq zərurətini anlayan, qarşılıqlı məsuliyyətə əsaslanan və siyasi milli reallıqları nəzərə alan Kürd siyasi qüvvələri ilə əməkdaşlıq parlaq gələcəyə yol aça bilər. Mövcud şəraitdə, İslam Respublikası öz siyasətləri ilə İran cəmiyyətində böhran və gərginliyi daha da dərinləşdirir və hakimiyyətini qorumaq məqsədi ilə Türk və Kürd millətləri arasında qarşıdurma yaratmağa çalışır. Bu vəziyyətdə Türk və Kürd qüvvələri, eləcə də digər azadlıq tərəfdarları arasında yaxınlaşma və həmrəylik, xüsusilə keçid dövründə həyati əhəmiyyət daşıyır. Biz bu zərurəti vurğulayır və bunu istibdaddan qurtuluş və öz müqəddəratını təyin etmə hüququna əsaslanan demokratik bir sistemə keçidin əsas şərtlərindən biri hesab edirik. Eyni zamanda, Azərbaycan xalqının tarixi yaddaşına və öz tarixi torpaqlarına olan dərin həssaslığına əsaslanaraq bildiririk ki, Azərbaycanın ərazi bütövlüyünün qorunması, tarixi torpaqlar üzərində milli suverenliyin saxlanılması və onun tanınmış sərhədlərinə hörmət edilməsi xalqımız və siyasi qüvvələr üçün danılmaz hüquq və əsas məsuliyyətdir. Biz beynəlxalq demokratik normalara sadiqliyimizi bir daha təsdiqləyir və bildiririk ki, gələcək Azərbaycanda bütün vətəndaşların hüquqları ayrı seçkilik olmadan təmin ediləcək. Azərbaycan milli hakimiyyəti çərçivəsində müxtəlif millətlərə və inanc qruplarına mənsub olan bütün vətəndaşlar, o cümlədən Kürd dilli, Fars, Tat və Talış xalqları, yerli idarəetmə və idarəçilik mexanizmlərində demokratik prinsiplər və beynəlxalq standartlar əsasında bərabər hüquqlara malik olacaqlar. Təhlükəsizlik və sərhəd məsələlərinə gəldikdə, biz hesab edirik ki, bölgədə davamlı sabitlik və təhlükəsizlik yalnız dialoq, qarşılıqlı əməkdaşlıq və bütün tərəflərin legitim həssaslıqlarının nəzərə alınması yolu ilə mümkündür. Bu çərçivədə vurğulayırıq ki, sərhəd bölgələrinə dair hər hansı yanaşma, qarşılıqlı hörmətə, gərginlikdən qaçınmağa və tarixi coğrafi reallıqların elmi tarixi müzakirələr yolu ilə nəzərə alınmasına əsaslanmalıdır. Eyni zamanda bildiririk ki, Azərbaycan milləti həmişə Kürd qonşularının öz torpaqları üzərində suverenlik hüququna hörmətlə yanaşmışdır və yaxşı qonşuluq, dialoq və qarşılıqlı məsuliyyət çərçivəsində konstruktiv əməkdaşlığa hazırdır. Həmçinin qeyd edirik ki, ərazi iddialarından çəkinmək və Azərbaycan torpaqları ilə bağlı bütün yazışma və sənədlərdə düzgün tarixi adlardan istifadə etmək xüsusi əhəmiyyət daşıyır və bu prinsiplərə riayət edilməsi bu münasibətlərin şəffaflığını və siyasi etibarlılığını gücləndirir. Biz inanırıq ki, İranda heç bir millət tək başına mövcud istibdad sistemini aşmağa qadir deyil. Yalnız millətlər arasında həmrəylik və ortaq demokratik çərçivənin formalaşdırılması yolu ilə azad, ədalətli və öz müqəddəratını təyin etmə hüququna əsaslanan bir gələcəyə nail olmaq mümkündür. Tarixi təcrübə də göstərir ki, Azərbaycan Türk milləti və Kürd milləti realizm, qarşılıqlı hörmət və bir-birinin hüquq və sərhədlərini düzgün tanımaq əsasında demokratik gələcəyin qurulmasında mühüm rol oynaya bilər. Güney Azərbaycan siyasi partiyaları, Azərbaycan Mərkəz Partiyası, Güney Azərbaycan Demokrat Partiyası, Güney Azərbaycan İstiqlal Partiyası, 30 mart 2026.